Bayıl, dənizin kənarında sakit bir qəsəbə. Yoxsa Bir zamanlar qorumaq üçün tikilən divarlar sonra qorxutmaq üçün istifadə olundu. niyə burada qala tikildi? Niyə türmə elə burada quruldu? Niyə bəziləri bu qapıdan girib, amma çıxmadı? Dənizdə batırırlar, ne edirlər, onu bir Allah bilir. Və Maştağalı 5 qardaşın 3-ü niyə orada güllələndi? Əbdüləzim deyir, mənim qoçumu kimin cürət tutar ki, vursun? Bütün sualların cavabını Tural Əsədov Bayılda tapacaq. Bugün Bakı gündəliyində mən dənizin, küləyin və tariximizin qovuşduğu bir yerdəyəm. Mən bugün Bayıldayam. Bura gətirən müəmma isə məhz Maştağada mənə danışılan bir hadisə oldu. Bu barədə birazdan danışacağım. Bura təkcə gözəl mənzərələri ilə yox, həm də əsrlər boyu yaşadığı hekayələrlə fərqlənən bir ərazidir. Bayıl adının mənşəyi haqqında müxtəlif fikirlər var. Bəziləri deyir ki, Bayıl sözünün kökü Bail sözündən gəlir, yəni düzənlikdəki qala. Digərləri isə bu adın bay və il sözlərindən, varlı torpaq mənasından yarandığını düşünür. Dənizin səsi Bayılın sükutuna qarışır. Burada hər dalğa sanki 100 illərin nəfəsini daşıyır. Şəhər dəyişir, binalar yüksəlir, amma Bayıl eyni qalır. Biraz tozlu, biraz küləkli, biraz da dəniz duzu kimi sərt. Səhərlər buranın havasında təravət, axşamlarda dərin bir nostalji duyulur. Qoca ağaclar, daş divarların çatlarında bitən otlar, paslı qapıların o səssiz qıcırtısı. Bütün bunlar Bayılın kimliyidir. Sadə, amma sarsılmaz. Hər küçə, hər darvaza sanki deyir, mən çox şey görmüşəm. Hər daş, hər addım Bakının köhnə nəfəsini daşıyır. Bayıl təkcə bir məkan deyil, Bakının öz yaddaşıdır. Bayıl qəsəbəsi Bakının ən gözəl mənzərəli yerlərindən biridir. Bayıl qəsəbəsinin tarixi çox böyükdür. İnsanlar burada çox qədim zamandan mehribanlıqla yaşayıblar, indi də yaşayırlar. Bayılın demək olar ki, elə küçələri var ki, bütün Bakı görsənir. Bayıl qəsəbəsi bir neçə küçələrdən ibarətdir. Dayandığımız bu yer Xanlar küçəsidir. Keçmişdə Xanlar küçəsi adlanıb, indi isə bizim milli qəhrəman Ziya Yusifzadənin adını daşıyır. Aşağıda Qurban müəllimin adını daşıyan küçədir. Yuxarıda Əlibəyev qardaşları, Əli Nəzmi. Ondan yüksəklərdə 6-cı Bayıl yerləşir, 7-ci Bayıl. Elə bir ki, bütün bu gördüyümüz keçmişdə adı Kirov Parkı adlanan bir sahəyə birləşir. Azərbaycan televiziyasından yanmayan. Oradan bütün mənzərə, bütün Bakını buradan seyr etmək olar. 19-cu əsrin 20-ci illərində əvvəlcə Bibi Heybət məscidinə gedən yolun üzərində kiçik evlərin dəniz sahili boyunca düzüldüyü bir kiçik qəsəbədən söhbət açırıq. Deməli, çox millətli sakinləri olmağına baxmayaraq çox mehriban idilər. Bir-birlərinin qonşuluqda, bir-birinin xeyrinə, şərinə gedib gələn insanlardır. İndi o insanların çoxsu dünyasını dəyişir. Burada gəmi qayırma zavodu, burada hərbi hissələr olub. Burada Bayıl türməsi olub ki, hansı ki Stalin bu türmədə zindanda olub və buradan onun ilk qaçışı da həmin Bayıl türməsindən başlayıb. Çar dönəmində burada gəmi limanı və gəmi təmiri ilə məşğul olan bir təmirxana var idi. Bu təmirxana sonradan daha da genişləndirilmişdi. Sonradan Astraxanda dəniz suyunun səviyyəsi aşağı düşəndən sonra qərargah bura köçürüldü. Və tədricən Bayıl ərazisində dəniz və matrosların evləri, onlar üçün məişət binaları və obyektlər tikilməyə başladı. 1848-ci ildə burada 5 qübbəli Pravoslav kilsəsi tikilmişdi. Həmin Pravoslav kilsəsinin qarşısında isə indi burada durduğumuz Admirallıq Parkı salındı. Admirallıq Parkı bugün
əsaslı təmirdən sonra Qafur Məmmədovun adını daşıyır. Bəhs etdiyimiz Pravoslav kilsəsində 1888-ci ildə öz ailəsi ilə Bakıya təşrif buyurmuş Çar 3-cü Aleksandr hətta bir sıra dini tədbirlərdə də iştirak etmişdi. 1929-cu ildə Pravoslav kilsəsi ləğv edildi və həmin kilsənin yerində 49 nömrəli məktəb tikildi. Bu məktəbdə bizim Cəbiş müəllim filmi çəkilib. Onun həyətində də o uşaqlar oynayan yerdə, məktəbdən qaçan yerləri var. O Maşidovun burada dava elədiyi, meyxana deyən yerləri var burada. Bu hamısı bu məktəbdə çəkilib. Bu məktəbin çox böyük tarixi olduğuna görə bütün Bayıl cəmaatının çoxsu əksəriyyəti bu məktəbdə oxuyub. Eyni ilə bizim Respublikanın xalq artisti Eyyub Yaqubov da burada məktəbi qutarıb. Sonra Asəf Zeynallıya gedib oxuyub. Burada bizim məktəbin 7 şəhidi var. Bunlardan Rafael Hüseynov var, Cəbrail Əskərov var, Nicat var, Aydın var, Vüsal var, Tacəddin var və 13 dənə qazilərimiz var. İndi hal-hazırda bu məktəb bizim şəhidimiz Rafael Hüseynovun adını daşıyır və hər il burada onun bütün şəhidlərinin xatirəsinə tədbirlər keçirilir və eyni ildə ki, Rafael Hüseynovun xatirəsinə tədbirlər keçirilir. Bu məktəb 1929-cu ildə bərpa edilib, tikilib, istifadəyə verilib və o gündən bu günə qədər 95 il yubileyini keçirtdik bu yaxınlarda məktəbin. Mən uzaqdan görürəm ki, bizim Maarif müəllim də bu parkda gəzişir, məktəbə tərəf gəlir. Hər gün gəlir, oğlunu yad edir bu parkda. Xoş gəlmişsiniz Maarif müəllim. Allah oğlunuzu rəhmət eləsin. Bu məktəb də Rafael Hüseynovun adını daşıyır. Maarif müəllim Rafael Hüseynovun valideynidir. Allah bütün şəhidlərini rəhmət eləsin. Məktəbimiz də çox gözəl məktəbdir. Məktəbin rəhbəri də həmişə diqqətlidir. Hər vaxt məni öz atası kimi qarşılayır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bütün şəhidlərimizə rəhmət eləsin. Dövlətimiz Allah olsun, xalqımız olsun. Tarixi Qız Qalasının tarixindən heç də çox fərqlənmir. 13-cü əsrdə burada Bayıl, başqa adı isə Sabayıl qalası inşa edilmişdi. O vaxtlar bu qala Bakının cənub darvazası sayılırdı. Tacirlər, səyyahlar, döyüşçülər bu ərazidən keçib şəhərə daxil olurdular. Amma dəniz hər zamanki kimi öz hökmünü yerinə yetirdi. 14-cü əsrdə güclü dalğalar və zəlzələ nəticəsində qala suların altında qaldı. İndi yalnız bünövrəsinin bəzi hissələri suyun altında, tarixlə dənizin sərhədində yatır. Tarixçilərin yazdığına görə Bayıl qalası 1235-ci ildə Şirvanşahların hakimiyyəti dövründə tikilmişdi. O dövrün memarlığı bugün də alimləri heyrətləndirir. Daşlar elə dəqiqliklə yonulub ki, sanki hər biri bir xəttatın əlindən çıxıb. Qalanın divarlarında müqəddəs ayələr, padşah adları, döyüş səhnələri və hətta astronomik işarələr həkk olunub. Bəziləri deyir, bu qala sadəcə hərbi məqsədlə tikilməyib, həm də dəniz üzərindəki ticarət yollarını nəzarət edən bir liman qalası olub. Amma 1300-cü illərin əvvəllərində dəniz səviyyəsi qalxdı, zəlzələ torpağı silkələdi və qala suya qərq oldu. Əsrlər boyu o dənizin dərinliklərində yuxuya getdi. 2000-ci illərdə alimlər sualtı çəkilişlər zamanı həmin qalanın daş bünövrəsini tapdılar və beləliklə Bayıl öz sirrini yenidən açdı. O daşlar hər biri indi Bakının muzeylərində səssizcə danışır. Bayılın tarixi obyektlərindən biri Bayıl qalasıdır. Əhali arasında Bayıl qalasına Bakı Atlantidası deyirlər. Lakin tarixi mənbələrdə Səbayıl qalası, Bayıl qalası, Sualtı şəhər, Kömürxana və s. kimi adlarla məşhurdur. Bayıl qalası və yaxud Bayıl qəsri 1235-ci il Azərbaycanda Şirvanşahlar dövləti dövründə Azərbaycanın bir çox bölgələrində, həmçinin Bakıda, Abşeron yarımadasında istehkam qalaları tikildi və bu qalalardan biri də Bayıl qalası və yaxud Bayıl qəsridir. Şirvan-Abşeron memarlıq məktəbinin ən gözəl nümunələrindən biri də Bayıl qalasıdır. Bayıl qalası bu məktəbin xas olan əhəng daşından tikilmişdir. 1191-ci ildə Şamaxıda zəlzələ baş verdikdən sonra Şirvanşah 1-ci Axsitanın ailəsi və uşaqları
həmin zəlzələdə həlak olurlar və Şirvanşahların mərkəzi Şamaxıdan Bakıya köçürülür. Bakıya köçürüldüyü zaman biz Bakıda bir çox Bakının kəndlərində qalalar tikildiyinin şahidi olduq. Yəni tarixə nəzər salsaq və bu qalalardan sonrakı dövrlərə, yəni 13-cü əsrə təsadüf edən Bayıl qalasıdır. Tarixi mənbələrdə Şirvanşahlar Sarayının, yəni Şirvanşahların mərkəz yerinin 15-ci əsrdə tikilməsi barədə məlumatlar var. Bəs həmin dövrə kimi Şirvanşahlar harda yerləşmişdi? Şirvanşahlar məhz Bayıl qalasında, yəni adını çəkdiyimiz Səbayıl qalasında yerləşmişdi. Bayıl qalası dənizdən gələn yad qüvvələrə qarşı tikilən bir qala oldu. Həmçinin qəsr də oldu. Qəsr o anlamdadır ki, həm də orada yaşayış da olurdu ki, yəni orada hərbiçilərin, sərkərdələrin həyatı orada davam edirdi. Sara Şübhəli yazır ki, 12-ci əsrdə hələ Bayıl buxtası quru olan vaxtda bu tikilib. Lakin bəzi mənbələrdə həmin qalanın Karvansara adlı adada tikildiyi bildirilir. Xəzər dənizi təbii hadisələrə görə 500 il qabarır, 500 il çəkilir və hələ dənizin çəkilməmək prosesi başlamamışdan öncə dənizin ortasında Şirvanşahlar dövründə Bayıl qalası tikildi. Qala 15 qüllədən ibarətdir. Bu qüllələrdən 3-ü ən böyük qüllələr içi boşdur. Digər 12 qüllə isə içi doludur və qalanın həm şimal-şərq və cənub qapıları vardır. Cənub qapısı ticarət məqsədi ilə istifadə olunurdu. Şimal qapısı tərəfdə isə Şirvanşahların iqamətgahı yerləşirdi. Bayıl qalasının bir xüsusiyyəti də var ki, Bakı kəndlərində müxtəlif qalalara onun istiqaməti var idi. Məhz Bayıl qalası dənizdən gələn yad qüvvələrin xəbərçisi idi və bu qalada tonqallar vasitəsilə digər Bakı kəndlərinə ötürülürdü. Ən əsası 1-ci Qız qalasına. Abşeron qalaları ilə Qərbi Avropa qalalarını müqayisə etsək, belə bir faktı qeyd etmək lazımdır ki, Qərbi Avropa qalalarının içində yaşayış mövcud idi. Lakin Abşeron qalaları əsasən istehkam xarakteri daşıyırdı və yalnız qorunmaq üçün, əsasən də hərbi məqsəd üçün istifadə olunurdu. Bayıl qalasının digər qalalardan fərqi onun içərisində Şirvanşahların iqamətgahının olmasıdır. Yəni bu qala təkcə qorunmaq məqsədi ilə deyil, həmçinin Şirvanşahların oturduğu bir yer idi. 1-ci Axıstanın dövründə 1192-ci ildə Bakıya köçən 1-ci Axıstan, Şirvanşah 1-ci Axıstan tərəfindən başlandı bu qalalar tikilməyə və 3-cü Fərrüzdün vaxtında artıq bu qalaların çoxsu tamamlanmışdır. Çünki 3-cü Fərrüzd 1225-ci ildə artıq bütün qalaların hazırlanmasını və yəni istifadəyə verilməsini təmin edirdi və bu qalalar hal-hazırda bugünümüzdə də durur bir çox qalalar, amma Bakının bir çox kəndində də qalalar görsənmir. Niyə əsasən? Çünki Bakıda güclü zəlzələlər də olub. Qalanın uzunluğu 180 metr, eni 40 metr təşkil edir. Qalanın bütün perimetri boyunca təxminən 400 metrlik bir məsafədə divarlarının yuxarısında bir qurşaq şəklində frizlənmiş daşlardan ibarət barelyeflər, həmçinin heyvan, həm mifik, həm təbii heyvanların, bitkilərin təsvirləri olan gözəl frizlənmiş daş piltələr var. Bugün Şirvanşahlar Sarayını ziyarət edən hər bir kəsə sarayın aşağı həyətində sərgilənmiş daşlar çox maraqlıdır. Təsəvvür eləyin, suların altında bir şəhər yatır. Hər daş, hər kitabə, hər oyma sanki bir söz demək istəyir, amma dalğalar onu susturur. Bayıl qalasının kitabələrində 3 dildə yazılar tapılıb. Azərbaycan, Fars və Ərəb. Bu, o dövrün mədəniyyətlər arası bir mərkəz olduğunu göstərir. Bəlkə də Bayıl bir zamanlar Bakının dəniz limanı idi. Arxeoloqlar deyir ki, Bayıl qalası həm də bir simvol idi. O dövrün güc, ticarət və mədəniyyət mərkəzi. Qala ətrafında bazarlar, kərvansaraylar, dəniz limanı və məscidlər yerləşirdi.
Gəmişlər burada dayanıb Bakı bazarına gedər, tacirlər ipək, ədviyyat və neft daşıyardılar. İndi isə bu şəhər suyun altında yatıb. Dənizin dibində hələ də bəzən daş divarların kölgələri görünür. Sanki dalğalar onları hər gün ziyarət eləyir. Bayıl qalası haqqında bir çox mənbələrdə göstərilir. Hətta biz Sovet dövründə arxeoloji tədqiqatları da bilirik ki, 1969-cu ildə Rus arxeoloqları Bayıl qalasının qalıqlarını üzə çıxarmışdır və indi hal-hazırda Şirvanşahlar Dövlət Qoruğunda sərgilənir eksponat olaraq. SSR Elmlər Akademiyasının filialı olan Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşları akademik Yevgeniy Paxomovun rəhbərliyi altında arxeoloqlar, tarixçilər İshak Cəfərzadə, Ömər İsmizadə kimi şəxslər həmin daşları araşdırmışlar və o daşlar üzərində olan yazıları oxumuşlar. 1965-ci ildə Şirvanşahlar Saray kompleksi muzey qoruğunda bu daşları öyrənmək üçün xüsusi laboratoriya təşkil olunmuşdu və tarixçi alimlər daşların araşdırılması ilə məşğul olmağa başladılar. Lakin 4 əsr ərzində suya qərq olmuş, suyun altında qalmış bu daşların çoxunun üzərindəki elementlər silinmişdi. Bu elementlər silinsə də, Bayıl abidəsi üzərindən tapılmış həmin frizlənmiş daşlar Azərbaycanın yeganə abidəsidir ki, əsl insan barelyeflərini, Şirvanşahın barelyefini, həmçinin ümumiləşmiş qadın deyil, konkret şəxslərin obrazlarını özündə cəmləmişdi. Tapılan daşların ikisinin üzərində Usta Zeynəddin bin Əburəşid Şirvaninin adı yazılıb. Bu Ustad Rəşid, yəni həmin daşların üzərinə nəqş etmiş rəssamın adıdır. Lakin qalanın memarı Əbdülməcid ibn Məsud olmuşdu. Qeyd edək ki, həmin memar həmçinin Dairəvi Mərdəkan qalasının da memarıdır. İnsan barelyefləri haqqında bir neçə versiya mövcuddur. Bəzi araşdırmaçıların fikrinə görə bu qala uğrunda mübarizə aparmış insanların barelyefləri ola bilər. Lakin bir çox tarixçilər əsasən inanırlar ki, bu Şirvanşahların özlərinin barelyefidir. 14-cü əsr müəllifi Arif Ərdəbili öz Fərhadnamə əsərində Bayıl qalasına toxunur. O, Bakı buxtası yaxınlığında Novşəhər adlanan, yəni Yeni Şəhər adlanan bir qaladan bəhs edir. O qeyd edir ki, həmin qala sulara qərq olmuşdu. Bayıl qalası Bakı tarixinin öyrənilməsi üçün əsas nüanslardan biridir. Təəssüf ki, Səbail qalasının ömrü uzun olmadı. 1306-cı ildə burada baş vermiş zəlzələ nəticəsində qalanın dağılması ehtimal olunur.